Sehirdən qorunmağın yolları. Sehirdən qorunmağın yolları. 1. Özünüzü itirməyin. Qorxmayın. Ümidinizi qırmayın. Allahdan ümidinizi kəsməyin. Allaha təvəkkül edin. Allahın izni olmadan, icazəsi olmadan heç kəs sizə heç bir şey edə bilməz. Bıçaq belə Allahın izni olmadan İsmail Peyğəmbərin başını kəsə bilmir. Quranda ayədir. Od belə yandırıcılıq qüvvəsi var, amma İbrahim Peyğəmbəri əleyhissalam od yandırmır. Halbuki od yandırmalıdır. Allah istəməsə heç bir şey baş verməz. Necə ki, Bəqərə surəsində 102-ci ayədə Allah Teala sehirdən danışanda, onlar kişi və qadın arasında, ailədə kişi və qadın arasında ixtilaf sarırlar, ayrı seçkili yaradırdılar. Orada ki, Allahın iznini deyir. Allahın izni olmadan kimsə sizə desə də, sehir cadu edərəm, səni belə edərəm, qorxmayın. Allah izin verməsə, Allaha təvəkkül edin, heç bir şey baş verə bilməz. 2. Hər gün Ayətəl Kürsü, Qur'an-ı Kərimin Bəqərə surəsinin 255-ci ayəsini və yaxşı olar ondan sonraki 2 ayəni də oxuyasınız. Əsasında Bəqərə 255-ci ayəni. O cümlədən hər gün Qur'an-ı Kərimdə kiçik qul ilə başlayan 4 surəni, Kafirun surəsi, Fələq surəsi, Nas surəsi və Qul Huvallah surəsi, yəni İxlas surəsini oxuyun. O cümlədən də bunları evinizdə üzü qibləyə, divardan aslayın. 3. Həmişə üstünüzdə kiçik bir Qur'an olsun. Bəli, Quranlar var, kiçik satılır, amma tam Qur'an. Yasin surəsi də olar, bir surədə olar, amma yaxşı olar ki, tam bütöv formada Qur'an-ı Kərimin bir nüsxəsi üstünüzdə olsun. Həm ki, onu üstünüzdə saxlayın və bir yerə getmək istəyəndə təbii ehtiyaclarınızı ödəməyə onu kənara qoyun, təzədən gedin və sonra yenə onu üstünüzdə saxlayın. 4. Hər gün Qur'an-ı Kərimdən 50 ayə oxuyun. Hər gün Qur'an oxuyanlar bilin, xüsusən ərəbcə oxuya bilənlər Qur'an-ı Kərimdən hər gün 50 ayə oxuyun. Və evdə Quran oxunarsa, o evdən şeytanlar, cinlər, mənfi qüvvələr uzaq olar, əksinə o evdə xeyir, bərəkət və nur olar və hər gün Quran-ı Kərimdən 50 o ayə oxumağı unutmayın. 5. Həmişə dəstəmazda olun. Dəstəmaz sanki bir qalxandır, sipərdir. İnsanı mənəvi cəhətdən qoruyur. Kimdən? Həmin mənfi qüvvələrdən. Çalışın, bacardığınız qədər həmişə dəstəmazlı olun.